Bu sitasiya sualdır. R-alkil radikalıdırsa, yəni doymuş karbidrogen radikalıdırsa, maddəni beynəlxalq nomenklaturaya əsasən adlandırın. Onun molekulunda sp3 hibrid orbitalların sayını tapın deyir. Gəlin baxaq. Burada cəmi neçə karbon var? 3, 4, 7, 8 karbon var. 8 karbonun burada 3, 4, 5'i burada var. 3'ü çatmır. Burada ikili 4 dənədir. Üçlü 1 ədəddir. Məsələn, bunu necə yaza bilir? İkili burada 4 ədəddir. Bunu CH3, CH2, CH2 bu radikalı yazdım. 1, 2, C, C, 1, 2, 3, 4 dənə birli oldusa R və birli 3 dənədirsə CH3, CH3 yazsam 1, 2, 3, 4, 5, 6, 7, 8 karbon oldu cəm. Üçlü 1 ədəddir. İkili 1, 2, 3, 4 ədəddir. 4'lü yoxdur. Üçlü 1, 2, birli də 1, 2, 3 ədəddir. Maddənin formulu budur. Bunu da uzun zəncirlə yazıb əmsallaşdıraq. Uzun zəncir belə seçilən nömrələmə buradan başlayacaq. Çünki 3 qat rabitə bura yaxındır. 7, 1, 2, 3, 4, 5, 6, 7 olur. Beynəlxalq adı 2 metil heptin 3. Sonra nə deyir bizə orada? Onun molekulunda sp3 hibrid orbitalların sayı. sp3 nsp3'də nə qədər olacaq? Burada 1, 2, 3 karbonumuz sp3'dür. 3 buradadır. 3 də burada 6. 6 vur 4 o da 24. Yəni sp3 6 dənə karbon sp3 hibrid vəziyyətindədir. Onu da 4'e vuracağım. S5 4 cevabımız 24.